NZS. Hər bir yeyib içən bu məkanda olub 100%. Pərviz bəy soruşduq, green card'ı necə unutmusan? Hoppa, məzələnmə. Maşallah. Niyə o Mənə lazım idi qışlamaq üçün. Mənim işim. Videonu bəyənib qabına Odur ki, həmişə Bəli əziz dostlar, biz bugün gəlmişik Bakının kult bir yerinə, NZS. Hər bir demək olar ki, yeyib içən, pivə içən adam bu məkanda olub 100%. İkinci gündür bugün, amma boş yer yoxdur. Basa-bas. Yəni yayda bu yer konkret partdadır da, yəni. Və burada bir neçə adam var. Nadir Es, Ramindir, Vahiddir və bizim əziz dostlarımız, izləyicilərimiz. Həmişə onları görürsünüz. Salam əleykum. Yox, sən də elə. Daha sən. Bax şurada var. Vur geçsin. Qardaşı. Make America great again. Nadir uca 2 dənə bastı bununla. Qardaşın soruşdu, sizə ekskluziv bir hansı zakuska var? Bu deyir ki, bizdə tempura krevetka var, amma burada nə bilim, ləvəngidir də burada bunun içində. Daxil şöyle de Levent'i görsən. Ləvəngi ürəyində qalmadır. Var amma Biraz qalıb orada. Deyək hamısı. Ləvəngi haqqında danışıblar da. Obrisini ver. ona bunun hamısını yiyəcək baba. Spesial deyil. Ləvəngi var. Var, ləvəngi var. Yaxşı, var. Bir dənə quş. Ona da bir dənə quş. Normal yox. Dostlar, bu deyirəm də baxırda uşaqlar məni oradan abratını gəzdirəcək. Nə mənada? Yəni nə qədər yaxşı olsa, belə bir mehribançılıq və dost qardaşlıq orada heç vaxt olmayacaq. Orada yavaş-yavaş dəm o uşaqlardan öz drinking kimi yaradıram. Eşq olsun. Bu özləri bilir kimdir. Yeyib sən də ölürlər də bura. Onu bax. Gözlərinə bax. Sağ olun əzizlərim, var olun. Məmnuniyyətdir. Pulun nə tər dadına baxmısınız? İndi yemədim. Deyim. Amma mən söhbəti tutdum. Bu teybin 100% nasıl qohumluğu çəkəcək. Burada başqa Amerikaya getdi. Teo bizim Azərkeşə komandasının kapitanıdır. Bütün təşkilatı məsələlərə o baxır. Yəni bugünkü yığıncağın da hardasa bir müstəsna rolu elə Teo'nun üzərinə düşmüşdür. Mən teybin Kaptan, sağlamırmaq hazır. Kim hazırdır mənə bir versin? Amma. Aşağıda oturmalıydı. Yəni orada çox səs-küy oldu. Yəni cəmaət var idi. İstəmədi narahat elə. Birinci dedilər ki, burada biraz yer yoxdur, zanetdir ora-bura. Amma sağ olsun Cavid bəy bizə fürsət yaratdı ki, biz bu kabinetə gələk. Və burada otururuq özümüz üçün sakit, normal. Sakit yox, yer bitirir. Yəni çox sağ olun. Nadir'in bir dənə şok açıqlaması var. Pərviz bəy soruşduq, green card'ı necə unutmusan? Green card'ı udmaq üçün onu istəməyəsən. Mən elə unutdum. Doşuna ura. Niyə? Pərviz, sən gözləyirsən alınmı? Mən istəmirdim. Yoldaşım beynimi yemişdim. Dedim, yaxşı deyil ya, kimdir o da? Kimdir o da? O fikirlə mən bir şey yapdım. Üçüncü. Atalar üçdəndir. Atalar üçdəndir. İyi, onun nömrəsi yox, mənim nömrəm oldu. Congratulations. Həmən vaxtı mən istəyirəm. Heç də mən... Ay bula, haber İsmail. Ay, what the fuck? Gedin burada bütün həyatı bırak, oraya getdi. Maşallah vəziyyət. Sağ ol, ağzında bəs. Mənə lazım idi qışlamaq üçün. Mənim işim, onun işi, hər şeydə, yəni bu xırdalıqlara girmək istəmirəm. İnsan qəribçilikdə olanda bu həyatın dadını daha çox eləyir. Daha çox. Amerikada darıxım Azərbaycan. Allah, mən nətər Azərbaycanım. Hə, və gəlməyim. Buradan Arizona'dakı 5 sayılı kolondakı uşaqlara salam. Allah qapılarını açsın. Arizona kərtənkələsi görmüşəm. Heç oxşamır. Bizim möhtəşəm yığmamız ikinci qolu buraxdı. Nadir də əsəbləşib çıxdı getdi o tərəfə. Çox əsəbləşdi. Yəni Amerikada belə söyləsə söylə bilir, onu heç kim eşidir. Hədəfə təmas halında qəhbələri buraxır.
hər bir adam, yəni oturan adam, yəni əzizdir də, yəni hərəsi ilə bir maraqlı bir videoda bir çəkiliş olmuşdu restoranlarda da. Amma bir sual vermək istəyirəm sizə də. Nadirın ən yadda qalan performansı hansı restorandaydı və yaxud da hansı videodaydı? Sizcə? Pərviz, səndən başlayaq. İsmətin kafesində olanda orada qabağım kebab edir, beşab edir. Reska birdən gedir karı sən şeyə baxırsan, kuxunaya baxırsan. Deyirsən ki, Fəsərolun amma buna baxmayaraq. Onda bir dənə də adam burada Mən oturur. qocaldım, gəlin təzədən baxın. Bir dənə də adam burada oturur, üzbəyüz. Hansı ki, Drinking Team-in ensiklopediyasını demək olar ona. Hər bir videonu əzbər bilir bu insan. Məndə kartoteka var evdə. Hamısı bütün videolar orada. 50 gigabayt materialım var. 50 gigabayt. Uşaqlarımız var. Qaqaşı da açacaqdım. Biz 2 dənə video çəkmişik. Hardasa bir həftə fasilə ilə. Və orada bilinmirdi hansı video birinci çıxacaq. Bakı kəndləri, bir də Səfa Mənrami. Hər ikisində indi düzünür ki, xoş Əslində gəldin. ikisində də mənə təqdim elədilər. Faktiki və texniki olaraq ilk videom olub Bakı kəndləri. Tak что ən birinci video. Nə də olsan, nədir? Əgər izləyicinin yadından çıxıbsa, mənim ilk videom Raminlə olub. Elə bir ki, 2 dəfə pornostar söhbət. Mənim ilk debütüm Raminlə olub. Bu pervera Timdə çoxun ilk dəfəsi Ramin. Məndə o yumor hissi amerikanskidir. Mən gəlir zarafat edirəm. Cəmaət başa düşür. Mənim ən xoşladığım, Nadirin ən xoşladığım video Mingəçevirdə çəkilmişdi. Nadir əlavələr. Mənim ən xoşladığım video ümumiyyətlə video olaraq, yəni nadir yoxdur. İndi prosto uşaqlar da. O gəmidə Mingəçevirdə. Gəmidə, gəmidə zor idi. Bastır, Tutardım Azərbaycanski bağlı. O prosto o bütün o əhvalatın özü çox maraqlı keçdi. Amma əslində bütün yeyişmələr bir yaxşı keçir. Şu videolar çox belə gözəl xatirələrimiz var. Dağlayacaq indi. Şeydə Rəhmətə gedəndə demişəm ki, biz tarix yazmışıq. Nə qədər olsa biz Odur ki, yaxşı pis demirəm, yaxşı tarix yazmışıq. Normal tarix yazmışıq. Bugünkü tarix yazmışıq. videomuz çıxanda mən o vaxtda elə getmişdim ora. Elə Kanadaya köçmüşdüm ora. Və deməli olar ki, bütün ən birinci videolar, ən bir ki, ən maraqlı videolar oradan artıq izləyirdim. Ona görə yadımda Mən qaldı. indi qürbətdə olan bir izləyici kimi bu videolar daha dadlı gəlir qürbətdən baxanda həqiqətən. Baxsan ki, Allah pis. burada bir dənə sənətkar var, orada bayaq demişdim, Vahid. Dözmədi, dedi ki, pivə nədir? Mən onu içəcəm. Göstərin rəhmət. Onu. Bax bunu. Və öz sehirli rümkasını gətirib yəni Ajax emblemi ilə. Və nə edəcək? Vahid, nə edəcəksən? Ajax PSV Eindhoven kimi içəcəyim. Mən ümumiyyətcə cimlərə, news schoollardanam. Nadirlə də iş tanışlığım elə burada baş verir. Bunda Nadirin şərəfinə içmək istəyirəm və sağlığına, ümumi komandanın sağlığına içmək istəyirəm. Hoppa. Bilir də nə edir də qardaş. Məzələnmə. Maşallah. Niyə bu yaşda? Nəsə şikayətim var ha? İzləyicilərdən şikayətim var. Nədir? Videolara baxmırlar. Nə deyirlər? Sildirirlər, bütün videoları sildirirlər. Zəng eləyirlər gecə saat 2-də, 3-də. Belə qardaş videonu sil, silməsən qapını aç. Kanka çörəyi var. Mən də qapını açıram. Bax, bu şprotdur. Pərviz. Xəzər dənizində olmayan bir balıq, düzdür? Götürün də sizdən bax Osman. Utanırıq. Niyə utanırsınız? Promo araq şey. Bir ağlayan, Ağır temayla bu. ağlamayan şeydir, bu ranch. Şprot, turşu xiyar, sos, çörək. Arağın malı dərsi. Onu da vaxit göstərəcəyiniz içmək olardı. Burada zakuska bu deyil, budur əsas. Yemək. Çıxardın bunu. Bundan beri. Bu aragonun qılıncıdır. Bundan beri də geyir. Yox, oldu bədəni var. Bulk. Yarası makine. Evet, sen hazırla. Rumkanı uzaq. Məclisimiz yavaş-yavaş bitmək üzrədir. Uşaqlar artıq ayıq sürücüləri də sifariş ediblər.
Biz isə həmişə 2189-u ayıq sürücü xidmətindən istifadə edirik. Digər şirkətlərdən onu fərqləndirən bir amil var ki, deməli sürücülər hamısı tibbi müayinədən keçib, yaş həddi 25-dən yuxarıdır. Vaxt baxımından, yəni ki, digərlərindən daha tez gəlirlər. Ona görə də bizim daimi seçimimiz 189 ayıq sürücü xidmətidir. Ağaçsan burada. Ağaçsın burada. Metrodan ağaç. Vahid apardı. Davay. Ala ki. Uşaqlar, mən bir şey demək istəyirəm. Mən Ələkbərə təşəkkür etmək istəyirəm. Əsas nəyə görə? 2 faktorda. Birinci bayaq mən Nadirə dedim, biz videolardan baxanda biz o həmən məclisləri elə bir videonun ekranının bu tərəfindən onu yaşayırdıq. Və onu Ələkbər düzgün elədi, biz onun hadisələrini bir başa çıxdıq. Ekran o belə deyək də, yaxşı mənada bizim bir kumerlərimizlə bir real... Yox. Nəsandır, zarafatsız, tam belə işidilməmiş. İkinci məsələsi də odur ki, bayaq dediyi kimi bu azarkeşlər, yəni İkinci divizyonda bir daha Ələkbərin sayəsində biz bir-birimizlə tanış olduq. Özü buradakı insanlar mən bilirəm ki, hamı bir-birindən hardasa başqa yerdən də tanışdır. Yəni Bakı balacadır, dünya balacadır bəlkə belə. Bəli. Ona görə Ələkbər çox sağ ol. Bayaq mən sən dedim, sən bizim Nokia'mızsan. Connection people. Ona görə videoya baxanlara demək istəyirəm, həmişə bizim vanlamızda olun, bizim vibe'imizi yaşayın. Sağ olun dostlar. Sağ olun. Сказали уже? Я просто мне послал. Скажи, что про Не, я позвал не так сказали. Just a moment. Bu mənim ikinci çəkilişimdir. Xoş oldu. Nadir də Amerikadan qayıtdı. Onunla da bir yerdə bir süfrə arxasında oturdum. İnşallah daha gözəl belə günlərdə yığılışarıq. Sağ olun. Nadir deyiz. Nadir gələcək Amerikaya. Biz qalacaq burada. Biz də bir yazırıq. Mən gedəcəm, bunlar qalacaq, sən nə olacaqsan? Gedəndən sonra. Drinking Team ümumiyyətcə var idi, var və olacaq o heç. Çox sağ olsun Alikə bizi həmişə bir yerə yığır. Ramin, Alik, Nadir. Все-таки o deyir, Lenin deyəndə partiya deyəndə Lenin yada düşür. Drinking Team deyəndə Nadir, Nadir deyəndə Drinking Team yada düşür. Lenin partiya, Sən Karl Marx'sın. Abşım, yeyib içənlərin sağlığına həmişə içək. İyi, sağ olun. Sağ olun. Çox sağ olun. Həmişə yeyib için, deyin, gülün. Həyat qısa, dəyməz qıza deməli. Öz dostlarıma salam verməsin, özləri bilirlər kimdir. Niagara və Norsörk uşaqlarına sağ ol deyirəm. Sizlə inşallah bir dəfə oturarıq ya orada ya da burada. Abi niyə çəkmirsən? Orada pis baxarlar. Burada siz gördünüz bizim komandanın bəlkə də heç 0.0001%-dir. Bizim belə də backstage-də əslində çox böyük komandamız var. Ürəkləri bizlə döyünür, bizi izləyirlər. Buraxılışları buraxmır. Yemək yeyəndə də bizlə yemək yeyirlər. Və istəyirəm ki, onların da sağlığına içək. Yəni ki, biləsiniz ki, dəyərlisiz, yazdığınız şərhlər, baxdığınız o baxışlar, like'lar, hamınızı halal edirəm, halal olsun. Qaldım uşaqların sağlığına, uşaqlar! Klasika! Sağ olun, var olun, dostlar. Bir neçənci məclisdə açıq üzrə yadımdan çıxıb neçənci məclisdə hamınıza da çox sağ ol deyirəm, yəni realdır. Məclisin 99% yox 100%-ni tanıyırıq, ləzzət verir. Bu dəfə Nadir xoşu gəlmirdi adım deməkdə, lakin məclisin realdır. Yəni sağ olsun gəlib. Sən sağ ol. Bütün drinking team'in, bütün bizim baxanların və bütün müzələrlə qrobu deyirlər, post yazan, nə bilim, söyərlər, olsun söyər, nəsə tərifləyər, hamımızın sağlığına. Davay, getdi. Nadir bağlayın. Dostlar, videonu bəyənib qabına... Dostlar, videonu bəyənib kanala abunə olmağı unutmayın. Kanaldır. Dostlar, videonu bəyənib kanala abunə olmağı unutmayın. Bizim dostluğumuz, yoldaşlığımız hamısı bu kanal sayəsində.
Kadr 7 dubl 78. Dostlar, kanala abunə olub videonu bəyənməyi unutmayın. Bizim dostluğumuz, yoldaşlığımız bu kanal sayəsində formalaşır. Dostlar, kanala abunə olub. Dostlar, videonu bəyənib kanala abunə olmağı unutmayın. 2-ci divizyonun timlili kimi daim qulluğunuz və xidmətinizdəyik. Aktiv olun, sizə dəvət alın. Bəli dostlar, bu Cirque du Soleil deyil, bu Drinking Team'dir. Allah'ım başı. Odur ki, izləmədə qalın və belə maraqlı növbəti çəkilişlərdə siz də ola bilərsiniz. Odur ki, həmişə... Yeni